Bəli, işğaldan azad olunan və yenidən qurulan Kəlbəcər şəhərinə bugün böyük qayıdış proqramı çərçivəsində sayca 6-cı köç reallaşdı. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə və 113 nəfər köçürülüb. Bu köçün məhz aprelin 2-sinə təsadüf etməsi çox mühüm rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl 1993-cü il aprelin 2-sində Kəlbəcər axı işğal olunmuşdu və 10 illiklər boyu Kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bugün yurdlarından didərgin düşən Kəlbəcərlilər indi elə həmin təqvim günündə Kəlbəcərə sevinç və qürur hissi ilə qayıdırlar. Köçlə gələn ailələri Kəlbəcər şəhərindəki 1-ci yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıblar, dövlət himni ifa ediblər və Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsinin sakinlərinin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcərdə bərpa, tikinti və idarəetmə xidmətinin və qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin nümayəndələri də iştirak ediblər. Mərasimdə çıxış edənlər köçlə gələn sakinləri təbrik edib və onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıblar. Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub və ailələr sevinç hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik və yüksək sürətli internetlə təmin edilib və bununla da şəhərin 1-ci yaşayış məhəlləsində 1-ci mərhələ üzrə ümumilikdə 162 ailənin 680 nəfərin qayıdışı təmin olunub.